Cənub Psixologiya və Reabilitasiya şöbəsində göstərilən xidmətlərimizdən biri olan müalicəvi masaj haqqında məlumat vermək istəyirəm. Müalicəvi masaj nədir, təsiri mexanizmi nədən ibarətdir və müalicəvi masajın tətbiq olunduğu diaqnozlar və problemlər. Müalicəvi masaj daxili orqanların sekresiyasını və funksiyasını yaxşılaşdırır, mübadilə sürətlənir və oynaqların hərəkətliliyini artırır. Müalicəvi masajın digər masajlardan fərqli korreksiya edici olmasıdır. Zədələnmiş nahiyənin bərpasını sürətləndirir və s. Mexanizmi masajın dozasından və ritmindən asılıdır. Ritmik masaj əzələyə tonuslandırıcı, aşağı templə olan masaj əzələyə sakitləşdirici təsir göstərir. Diaqnozu və problemləri: uşaq serebral iflici, skalyoz, kifoz, lordoz, pəncə deformasiyası, əməliyyatdan sonra zədələnmələr zamanı və ümumi əzələ problemlərində təyin olunur. Müalicəvi masajla yanaşı, müalicəvi idman, elektrostimulyasiya, parafin terapiyası, kinozolentləmə və s. xidmətlərimiz mövcuddur. Əgər siz də dəqiq ünvan axtarırsınızsa, bizə müraciət edə bilərsiniz.